Başlayaq müəllimlər. Demək müəllimlər, görüntünü açdım, görürsünüz də elə müəllimlər. Bəli. Demək müəllimlər, biz bugündən etibarən inşallah 6-cı sinifi yekunlaşdırırıq. İnşallah gələn həftə təkrar eləyib, o birisi həftədən də keçirik 7-ci sinifə müəllimlər. Bugünkü dərsimizdə biz naxış tikmə texnologiyasını öyrənəcəyik. Biz burada öyrənəcəyik. Bir də müəllimlər öyrənəcəyik 8-ci sinifdə naxış tikmə texnologiyasını inşallah. Gəlin görək ilk öncə hesab naxışı nədir? Hesab naxışını necə yerinə yetirirlər? Hesab naxışının tarixi qədimlərə dayanır, yəni ta qədimdən bu işlə məşğul olub insanlar. Hesab naxışını yerinə yetirməkdən ötürü bizə əriz və arxa sapları eyni sayda olan kətan toxunuşlu parça lazımdır. Demək, hesab naxışını yerinə yetirmək üçün bizə nə lazımdır? Əriş və arxa sapları eyni sayda olan kətan toxunuşlu parça lazımdır. Yəni, kətan toxunuşlu parçanın üzərinə yerinə yetirilir. Adından da məlum olduğu kimi müəllimlər, hesab naxışını adından da məlumdur hesab. Biz sayaraq doldururuq. Bu biraz çətin və zəhmət tələb edən iş olsa da, ancaq nəticə sonda çox gözəl alınır. Bəs gəlin görək hesab naxışını yerinə yetirməkdən ötürü, yəni işimizi rahatlaşdırmaqdan ötürü bizə hansı alət və tərtibatlar lazımdır? Bir-bir bunlara neyniyək, nəzər salaq. Məsəl üçün müəllimlər, iynə saplayan. Biz burada olan alətlərin çoxsunu müəllimlər 5-ci sinifdə keçmişik, yenidən nəzər salınıb burada. Məsəl üçün iynə saplayan, bunu keçmişdik 5-ci sinifdə. Biz bilirik ki, sapı iynəyə keçirmək üçün istifadə edilən alətdir. Bu yadımızda qalsın, iynə saplayan alətdir. Sonra müəllimlər, bax oymaq. Oymaq nədir? Biz 5-ci sinifdə keçmişdik. Demişdik ki, oymaq sağ əlin orta barmağına uyğun seçilir. Sıx parçada əsasən istifadə edilir. Burada isə işlək əl, yəni hansı əldən istifadə edirsə, burada işlək ələ uyğun. Yəni elə götürülür. Bəzən yəni testlərdə götürülür ki, sağ əlin orta barmağına uyğun seçilir. Bəzən də deyilir ki, yəni işlək ələ uyğun, yəni işlək barmağa. Bəs gəlin görək, yəni oymağı da dedik, bəs gəlin görək müəllimlər, biz naxış tikmə texnologiyasını yerinə yetirməkdən ötürü bizə hansı tərtibatlar lazımdır? Bax müəllimlər, bizə tərtibat dedikdə birinci növbədə naxış tikmə texnologiyasını yerinə yetirəndə birinci növbədə kərgah yada düşür. Bax müəllimlər, biz tərtibat sözünün mənasını öyrənmişdik. Tərtibat nə idi? Deyirdik ki, tərtibat işimizi yüngülləşdirən ləvazimat idi müəllimlər, yadınızdadırsa. Burada da kərgah tərtibat olaraq götürülür. Bizim işimizi bəs kərgah necə yüngülləşdirir? Bir var müəllimlər, əlimizə parçanı götürək, onun üzərində naxışı əlimizdə tutub salaq. Bu çətin olacaq da, parça tərpənəcək, gah bürüşəcək, yəni əlimizdə qatlanacaq, yəni çətin olacaq. Bir də vardır ki, müəllimlər, biz kərgahın üzərində parçanı bərkidək, rahatlıqla orada naxış tikmə texnologiyasını yerinə yetirək. Gördünüz müəllimlər, bizim işimizi yüngülləşdirdi kərgah. Kərgahı hazırlamaqdan ötürü, yəni metaldan, taxtadan, plastik kütlədən nə edə bilərlər? Kərgahı hazırlamaq mümkündür. Bir də ki, müəllimlər, kərgahlar həm düzbucaqlı formada olur, həm də dairə formasında olur. Əsasən müəllimlər, biz kərgahlardan dairəvi formada olan neynirik? Kərgahlardan daha geniş istifadə edirik. Əlimizin də biri indi qoşuldu. Dəqiqə müəllimlər. Rəvanə müəllim, gecikmisiniz. Niyə müəllimə? Axşamınız xeyir. Mən uşaqlarla xəstəxanada yatıram. İnanın ki, palatadan qoşulmuşam sizə. Hə, müəllimə, eybi yoxdur. Allah şəfa versin müəllim. Biz kərgah... Çox sağ olun. Yəni, sadəcə dinləyici kimi qoşulum dərsinizə. Yenə bir şeydir. Allah şəfa versin, eybi yoxdur. Çox sağ olun. Demək müəllimlər, necə oldu? Kərgahda qalmışdıq. Bir də təkrarlayım, Rəvanə müəllimə də eşitsin. Dedik ki, kərgah bizim işimizi yüngülləşdirən tərtibat idi. Kərgahın üzərinə biz nə edirdik? Parçanı həmin kərgahın üzərinə daxil edirdik. Həmin naxış tikmə texnologiyasını kərgahın üzərində daha rahatlıqla yerinə yetirə bilirdik. Dedik ki, kərgahlar həm dairəvi olur, həm də kvadrat formasında olur. Müəllimlər, bəzən elə kərgahlarda vardır ki, onu xüsusi vintlə
tənzimləmək olur. Belə kərgahların üzərində, yəni parçanı yerləşdirmək daha rahat olur. Yəni bu cür də kərgahlar olur. Sonra naxış tikmə texnologiyasını yerinə yetirməkdən ötürü təkcə kərgahdan deyil, digər məsəl üçün bizə lazım olan, işimizi daha da rahat eləyən digər alət və tərtibatlar da var. Məsəl üçün müəllimlər, bax, Canva ilə kalkanı səhv salmayaq. Canva nədir? Bax, Canva müəllimlər üzərində naxış tikmə texnologiyasını yerinə yetirməkdən ötürü dama-dama parçadır, tor quruluşundadır özdə. Demək, Canva nə oldu? Dama-dama parça özdə nə quruluşunda oldu? Tor. Tor quruluş. Elə bil ki, müəllimlər, bu riyaziyyat vərəqinə oxşuyur. Bəs burada biz, məsəl üçün, o damanın 1 santimetrinə nə qədər çox naxış getsə, bu deməkdir ki, bizim işimiz həm incə, həm də gözəl və dəqiq alınır. Bunu yadımızda saxlayaq. Bəs gəlin görək, kalka nədir? Kalka isə, müəllimlər, sürət çıxarmaq üçün kağızdır. Kalka nədir? Şəffaf sürət çıxarmaq üçün kağızdır. Bunu da yadımızda saxlayaq. Bəs gəlin görək, naxış tikmək üçün sxem nədir? Üzərində şərti işarələrin çəkilmiş sadə damalı vərəqdir. Demək, üzərində şərti işarələr çəkilən sadə demək vərəqdir burada. Üzərində həmin o damalı vərəqin üzərində şərti işarələr var. Bu da asandır naxış tikmək üçün sxem. Yadınızdadırsa, müəllimlər, biz öyrənmişdik. Söylə müəllimə, zəhmət olmasa siz mikrofonunuzu bağlayın. Oradan səslər gəlir. Belə lap yaxşı olur, səssiz. Demək, müəllimlər, biz yadınızdadırsa öyrənmişdik ki, parçanı biçməyə hazırlayanda onun üzərində nə qədər əməliyyatlar görürdük. Burada da parçanı biz əgər naxış tikməyə hazırlayırıqsa, onu tam vəziyyətdə hazırlamalıyıq da. Ümumiyyətlə, naxış tikmə texnologiyası bəs gəlin görək, hansı mərhələlərdən ibarətdir? Ümumiyyətlə, müəllimlər, sapların birinci nə edirik naxış tikmə texnologiyasında? Birinci biz saplarımızı hazırlayırıq, sonra şəkli parçaya köçürürük, sonra sapların bərkidilmə texnologiyası, naxış tikmənin yəni lazım olan məsələn vasitələr, xüsusiyyətlər, bir də təhlükəsizlik qaydaları. Nə etməliyik? Bu hissələrdə yadımızda saxlayaq. Bəs gəlin görək parçanı necə hazırlayırıq? 5-ci sinifdə öyrənmişdik. Burada çox şey təkrardır. Məsəl üçün 5-ci sinifdə biz buğa verməni öyrənmişdik. Buğa vermə nə idi müəllimlər? O idi ki, Aralıq yekun. bəli. Yəni parça kiçilməsin deyə onu biçməmişdən əvvəl nə edirdik? Yaxşıca yuyub ütülüyürdük. Burada isə buğa vermə texnologiyasını yerinə yetirəndə biz kətan və pambıq parçaları isti suda, sintetik parçaları isə ilıq suda yuyuruq müəllimlər. Yuduqdan sonra onları nəm vəziyyətdə yaxşıca ütülüyüb, sonra isə tam qurumur da müəllimlər. Açıq vəziyyətdə səririk. Bu parçanın ilk yumadan öncə kiçilməsinin qarşısını alır. Yəni buğa verməni də yadımızda saxlayaq. Yadınızdadırsa 5-ci sinifdə öyrənmişdik kəsiklərin düzəldilməsində. Yəni əgər biz düzbucaqlı formalı hər hansı bir parçanı götürüb onun üzərinə naxış salmaq istəyiriksə, əgər görsək ki, məsəl üçün həmin parçanın kənarları əyridir. Bəs onun düzlüyünü necə aradan qaldırırdıq? Kənarından, bəli, sapları çıxarırdıq. Burada da əriş və arqa saplarından 2 və yaxud da 1 də ola bilər, 2 də ola bilər. Çıxarırıq, sonra isə nə edirik? Qayçı vasitəsilə kəsirik, əyriliyi nə edirdik? Aradan qaldırırıq. Yəni bu kəsiklərin düzəldilməsi adlanırdı. Bunu da öyrənmişdik biz 5-ci sinifdə. Yəni burada buğa vermədir, kəsiklərin düzəldilməsidir, oymaqdır, iynə saplayandır. Bunların hər birini 5-ci sinifdə öyrənmişdik. Bizə burada yeni olan Canva-dır, kalkadır, bir də kərgahdır. Bir də hesab naxış tikməsini yerinə yetirməkdən ötürü məsəl üçün hansı parçadan istifadə edilir və s. Dedik, hesab naxış tikməsini yerinə yetirəndə parçamız kətan toxunuşlu parça idi. Amma bizə lazım olan saplar yun, yarı yun və muline saplardır. Demək, hesab naxış tikməsini yerinə yetirmək üçün bizə lazım olan saplar yun, yarı yun, bir də nədir? Muline saplardır. Sonra müəllimlər, əgər biz şəkli parçaya köçürmək istəyiriksə, bunu məsəl üçün sürət çıxarma kağızının köməyi ilə də yerinə yetirə bilərik. Məsəl üçün şəklin parçaya köçürülməsi
texnologiyasını yerinə yetirəndə ilk öncə diqqət yetirməliyik ki, görək bizim parçamıza hansı sürət çağırma kağızı uyğun gələcək. Yəni buna diqqət yetirməliyik ki, naxışı tikdikdən sonra həmin kağız parçanın üzərində neynəsin? Bilinməsin. Elə bil yəni parçanı götürürlər, həmin o sürət çıxarma kağızını onun üzərinə yerləşdirib, sonra onun üzərində həmin o şəklə uyğun naxış salırlar da, işimizi daha rahat eləyir. Sonra da eləməliyik ki, həmin kağız neynəsin? Parçanın üzərində görünməsin. Ona görə də elə kağız seçməliyik ki, yəni elə parça seçməliyik ki, həmin şəklə uyğun olsun da, bilinməsin. Bəs gəlin görək təhlükəsizlik qaydaları necədir? İlk öncə, yəni biz naxış tikmə texnologiyasını yerinə yetirdiksə, əlbəttə ki, birinci əllərimizi yaxşıca yumalıyıq ki, biz parçadan işləyəcəyik, parçamız ləkələnməsin. Sonra məsəl üçün sancaqları parçaya batırırıqsa, elə batırmalıyıq ki, 3 dəfəyə ucuları eyni istiqamətdə yönəlsin. Buna da diqqət yetirməliyik. Sonra naxış tikmə texnologiyasını yerinə yetirəndə eləməliyik ki, işıq sol tərəfdən bir də düz düşsün. Sonra bundan başqa müəllimlər hər 30 dəqiqədən bir biz fasilə eləməliyik, işimizi başqa işlə əvəz etməliyik ki, neyniyək, yorulmayaq. Bir də mən qayçılardan danışmadım, o da axırda yadıma düşdü. Biz bunu da keçmişdik 5-ci sinifdə müəllimlər. Biz böyük dərzə qayçısından parçanın biçilməsi üçün istifadə edirdik. 5-ci sinifdə öyrənmişdik. Sapların kəsilməsi üçün isə ucları əyri olan neynirdik? Qayçılardan istifadə edirdik. Bu da oldu müəllimlər. Bizim mövzumuz məncə elə çətin deyil. Diqqətlə oxusanız, yəni çox şey onsuz da burada təkrar edib 5-ci sinifdə öyrəndiyimiz şeylər idi. Belə, bu bizim birinci mövzumuz. Bunu mən